uşaqlarda şəkərin çıxması çox təhlükəli haldır. Çünki bu şəkər birinci tip şəkərdir. Ən birinci hal odur ki, uşaqlarda sürətli arxlama getməlidir. Ola bilər ki, məsələn, uşaq axşam yatmamışdan qabaq çoxlu şirniyyat yesin və bu səhər özünün analizdə göstərir. Və siz əlavə olaraq dəqiqləşdirmə analizləri aparmalısınız. Həqiqətən sizin uşağınızda birinci tip şəkər var, yoxsa yoxdur? Birinci, uşağın çəkisinə nəzarət eləməlisiniz. Diqqət eləməlisiniz ki, son 3 ayda sizin uşağınızın çəkisi azalıb yoxsa artıb və azalıbsa da nə qədər azalıb? Məsələn, 1 kilo azalma şəkər demək deyil. Mütləq burada 5, 6, 7 kilo arıqlamalıdır uşaq. Sonra gedirsiniz klinikaların birində şəkərlə paralel C-peptid, glikohemoglobin və normal qlukozan. Bir də mütləq axşam uşağa şirniyyat vermədən bu bir də yoxlatdırırsınız. Əgər bu da çıxandan sonra, təsdiq olandan sonra, ondan sonra sizin uşağınıza mütləq müalicə lazımdır. Müalicələr bu formada aparılır deməli. Mütləq bir dənə endokrinoloqa müraciət edirsiniz. Endokrinoloq burada mütləq birinci tip şəkərdə birinci növbədə insulin təyin eləyəcək və bu insulin müalicəsini ala da biz müalicələrimizi tətbiq eləyəcəyik. Gələcəkdə əgər şəkərin çox qalxması halları baş vermirsə və bizim müalicələrimizlə paralel insulin müalicəsini ala şəkər düşmə halları daha da tez-tez baş verirsə, insulin dozasını yavaş-yavaş azaldırıq və elə olur ki, xəstələrimizdə bunu tam kəsə bilirik.